100 min manatı necə qazanım və borcumu bağlayım? Mənim 11 ay vaxtım qalıb. Sən düşünürsən ki, mən bacarmayacağam. Amma buna ələn baxarıq. 3 ilə yaxın fəaliyyət göstərən biznesə 150 min pul yatırmışam və çox təəssüflər olsun ki, bunun 100 mini borcdur. Bu borcu tezliklə bağlamaq lazımdır və səninlə öz planımla bölüşürəm. 1. Xərcləri kəsmək. Bütün xərcləri kəsirəm, hətta kofini. Təkcə taksini saxlayıram çünki vaxt və əsəb bir neçə manatdan dəyərlidir. 2. Fokus. Pul və fayda gətirməyən şeylərə vaxt sərf eləməmək. Yalnız və yalnız nəticə verən işlərdə fokuslanmaq. 3. Gəlir planı. Lazım olan mənfəətin qısa müddətli və qanuni şəkildə necə əldə etməyin yollarını yazmaq. 4. Yığım hesabı. Leo Bank proqramında yatırım hesabı açıram, bütün mənfəətimi ora atıram və o pul haqqında unuduram. Çoxları gülür, fikirləşir ki, bu mümkün deyil, vaxtımı boş yerə sərf eləyirəm. Amma bilirsən, hər şey mənim öz əlimdədir. I wanna see you alone, I wanna shine.